Naxçıvanda hərbi çağırış sistemində baş verənlərə dair məhkəmə prosesində səslənən iddialar diqqət çəkib. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Şərur rayon şöbəsinin sabiq rəisi Həsən Məmmədovun işi üzrə ortaya çıxan rəqəmlər və adlar korrupsiya mexanizminin mümkün miqyasını göstərir. 7 il 2 ay azadlıqdan məhrum edilən polkovnik leytenantın 223 nəfərdən ümumilikdə 505 min manatdan çox rüşvət aldığı müəyyənləşib. Məhkəmə ifadələrində isə daha yüksək vəzifəli şəxslərin adları hallanıb. Bildirilir ki, Naxçıvan üzrə xidmət rəisi Mirzə Cəlilовun göstərişi əsasında çağırışçılardan 1800 manatdan 5000 manatadək vəsait toplanıb. İş materiallarında səslənən iddiaya görə bu vəsaitlərin bir hissəsi Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov və onun oğlu Seymur Talıbov ilə əlaqələndirilib. İfadələrdə iddia olunur ki, möhlət hüququ verilmiş çağırışçılardan toplanan 800-900 min manata yaxın vəsait sabiq sədrin göstərişi ilə Seymur Talıbovun sürücüsünə ötürülüb və məbləğin müəyyən faizi müxtəlif vəzifəli şəxslər arasında bölüşdürülüb. Mövcud ifadələr və mümkün sübutlar fonunda Seymur Talıbov cinayət məsuliyyətinə cəlb oluna bilərmi? Qlobal İnfoza danışan siyasi şərhçi Heydar Oğuzun fikrincə, Vasif Talıbovun dövründə Naxçıvanda baş verən bütün negativ hadisələrin arxasında Talıbovlar dayanırdı. Amma məsələ burasındadır ki, o dövrdə cinayət törədən məmurların da hamısı Peyğəmbər övladı deyirlər. Heydar Oğuz qeyd edir ki, adı müxtəlif cinayətlərdə hallanan Vasif Talıbov və oğlu Seymur Talıbov indiyədək məhkəmə qarşısında cavab verməyib. Hüquqşünas Rövşən Məmmədov isə deyir ki, Seymur Talıbov məsuliyyətə cəlb olunmaya bilər. Əgər Həsən Məmmədov deyirsə ki, aldığı rüşvəti digər şəxslərə ötürüb, bu sadəcə iddiadır. İstintaq materialında bunu sübut edə bilmirsə, başqa şəxs məsuliyyətə cəlb oluna bilməz. Məsuliyyət əsasən Həsən Məmmədovun üzərində qalır.